Hörmətli izləyicilərim, hər vaxtınız xeyir olsun, xoş gördük bizi. Həqiqətən bunu xüsusi olaraq vurğulayım ki, bax küləklə bu ağacdan çıxan səsin bir ayrı həqiqətən huzurluğu var. Əziz izləyicilər, deməli Ramanı 166 nömrəli marşrut xətti ilə cəmi 100 metr məsafədə çox təcili, 2 otaqlı, 3 sot yarımda görürsünüz ki, maşın yeri də budur. Bax çox rahat şəkildə həyətinə maşın daxil ola bilir. Və bir dənə də çıxışı var ki, istəsəz piyada xəttindən belə rahat gedə bilirsiniz marşruta. Amma maşın xətti ilə belə. Belə bir 3 sot yarımda 2 otaqlı, şəxsi tikili həyət evi satışa çıxarıldı ki, dəyərindən qat-qat aşağı satılır. Yəni düşünün ki, torpaq qiymətinə verilir. Düzdür, evin daxilində keçində də görəcəksiniz ki, müəyyən işlər də olunsa, məlum məsələ, hər kəs öz evini, öz yaşadığı mənzili, öz belə deyək də, daxili büdcəsinə görə uyğunlaşdırır. Baxın, bu da burada belə bir geniş həyəti var ki, rahat şəkildə nəzsiz eləmək olar. Yəni, yenə vurğuluram, bağaclar çox xoşuma gəlir. Qiyməti əziz izləyicilər 31.000 manatla satışa çıxarıldı. Təbii ki, real alıcıya da xüsusi real qiymət endirimi olunacaq. 3 sot yarımda şəxsi tikili, arxa hissəsində görürsünüz, həm digər tərəfdən, həm bu tərəfdən. Yəni, keçmək olur və əldamı kimi istifadə edirlər. Sağı solu yaşayışlı evlərdir. Bu. Yəni, bunu da qeyd edək ki, evimizdə hamam ayaqqabı olmadığına görə həyətdədir ki, görürsünüz, təmirə ehtiyacı yoxdur. Və həmçinin bu hissə qazı suyu işığı daimidir, yəni heç birində fasilə və kəsinti yoxdur. Orta təmirli, yəni pulunuzu götürün, yəni ala biləcəyiniz bir evdir. Qiyməti 31.000 manat, 2 otaqlı, şəxsi tikili, bir daha qeyd edirəm. Belə deyim də, evdə üzürü sayasınız ki, biraz səliqəsizdir. Baxın, bu mətbəx hissəsi, bu isə bir otaq. Wi-Fi-nə qədər hər biri var, qazı suyu işığı daimidir, təşkil edilən 2 otaqlı, qiyməti 31.000 manat. Yəni, düşünün ki, torpaq qiymətinə evi satışa çıxardıq. Allah hər bir halda xeyirsin, eləsin, həm satan üçün, həm alan üçün. Yəni, bu ağac gerçəkdən çox xoşuma gəlir. Yəqin ki, səsi bilmirəm, telefonda necə effekt verə bilir, amma həqiqətən huzurlu bir yerdir. Görürsünüz ki, zabordan da bəllidir. Yəni, kimlərinsə bağ evidir. Baxın belə. Allah xeyir etsin, əziz izləyicilər. Siz də evinizi, torpağınızı satmaq istəyirsinizsə, səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlayın ki, gəlib, çəkib, satışında köməklik eləyək. Bir daha qeyd edirəm, evimiz yerləşir Sabunçu rayonu Ramanı Gülçülük. 166 nömrəli marşrut xətti ilə cəmi 100 metr məsafədə 3 sot yarımda şəxsi tikili 31.000 manata satışa çıxarıldı. Sağ olun, sağ ola qalın.